Tarixi abidələrimiz sadəcə tikili deyil, xalqın yaddaşıdır. Qeyd edək ki, edilən dəyişikliklərdən sonra bu qanunla bağlı tələbləri pozanları daha ağır cərimələr gözləyir. Qeyd edək ki, bu addımın da atılması özlüyündə tarixi irsimizə verilən dəyərin bariz nümunəsidir. Yeni dəyişikliklərə əsasən milli mədəni irs obyektlərinin ölkə ərazisindən qanunsuz aparılmasına görə cərimələr 2 dəfə artırılıb. Fiziki şəxslər 3000 manat, vəzifəli şəxslər 6000 manat, hüquqi şəxslər isə 20000 manat məbləğində cərimə olunacaqlar. Mədəni sərvətlərin müvafiq qurumla razılaşdırmadan bir yerdən başqa yerə köçürülməsi, onların toxunulmazlığını poza biləcək tikinti və abadlıq işlərinin aparılması da eyni məbləğdə cərimə ilə nəticələnəcək. Bu dəyişikliklərin əsas məqsədi mədəni sərvətlərimizin qorunmasını daha da gücləndirmək və bu sahədə məsuliyyəti artırmaq, həmçinin milli mədəni irsimizin qorunmasını gücləndirmək, mədəni irsimizə müdaxilələrin və dağıntıların qarşısını almaq, gələcək nəsillərə sağlam və bütöv şəkildə çatdırmaqdan ibarətdir. Mədəni sərvətlərə dəyən zərər 3000 manatı keçməzsə, qanunu pozan fiziki şəxslər 5000, vəzifəli şəxslər 10000, hüquqi şəxslər isə 30000 manat cərimə ediləcək. Digər mühüm dəyişiklik isə ondan ibarətdir ki, bildiyimiz kimi inşaat və təsərrüfat işləri zamanı hər hansı tarix və mədəniyyət abidəsi aşkar edilərsə, bu zaman işlər dərhal dayandırılmalı və bu barədə müvafiq quruma məlumat verilməlidir. Həmçinin dəfinələrdə aşkar edilmiş abidələr dövlətə təhvil verilməlidir. Şəhər sakinləri də tarixi abidələrin qorunmasının vacibliyini vurğulayırlar. Onlar hesab edirlər ki, mədəni irsin qorunması hər bir vətəndaşın borcudur. Bu addıma çox yaxşı bir şəkildə baxıram. Çünki milli mənəvi dəyərlərimizin qorunması üçün çox böyük bir addım idi atılmışdı. Bir vətəndaş olaraq mən də bu addıma çox yaxşı bir qiymət verirəm. Bizim tariximizi bizə yaşadıq. Bu bizim tarixi irsimizi qoruyur. Bu bizim Azərbaycanda memarlıq irsini qoruyub saxlayır və tarixi abidələrimizi də qorumaq bizim hamımızın borcudur. Hamının borcudur ki, həmin tarixi abidələrimizi, mədəni irsimizi qoruyaq və gələcək nəsillərə çatdıraq. Bugün mən övladıma onu aşılamaq üçün gedib haransa göstərdim. Məsələn, mənim qızım deyəcəyim, amma bu necə tarixi abidədir ki, bunun üstünü yazıblar, bunu belə eləyiblər. Amma biz qorumalıyıq ki, gələcək nəsil də ondan bilsin. Məqsəd milli mədəni irsimizi qorumaq və tarixi abidələrə qarşı məsuliyyətsiz yanaşmanın qarşısını almaqdır. Tərlan İbrahimova, Sura Bəşirova, Cavad Hüseynov, NTV Xəbər.